Salam əziz dəyərli izləyicilər. Bugün sizə Qoç bürcünü təqdim edirəm əzizlərim. Bax əziz Qoç, həmişə hərəkətdəsiniz. Çox vaxt irəliyə doğru baxırsınız. Həmişə yeni bir şey başlamaq istəyirsiniz. Amma bəzən başlatdığınız bəzi hissələr yəni yarımçıq qala bilir. Çünki siz artıq növbəti şeyin üstündəsiniz. Yəni bir şeyi yarımçıq qoyub başqa bir işə keçə bilirsiniz. Bu həftə siz Qoç bürcü üçün bir hesablaşma ola bilər. Yarımçıq qalanlar, qalan bir işlərlə bir hesablaşma, yarımçıq qalan bir mövzularla bir hesablaşma, söylənməmiş sözlərlə hesablaşma ola bilər, görünməmiş işlərlə hesablaşma ola bilər əzizim. Gözəl müjdəniz ola biləcək. Ayın 19, bax bu həftə üçün, elə bir siz üçün 19-undan yeni bir dövran başlaya bilər sizlər üçün əzizim. Elə bir biraz qaçaqovdasınız, tələsirsiniz. Sanki içində söyləməyən bir sözlər var, söyləmək istəyirsən. Azadsan. Güclü addımlar atırsan. Yəni bu həftəki enerjin azad və güclüdür. Bir yerdən bir xəbər alacaqsan. Bax, evdən biriləri gedə bilər. Yəni 10 gün içində aranızda danışılan bir söhbətlə biriləri evdən gedə bilər. Oxumaqla, təhsillə və ya ayrılıb başqa yerdə yaşamaq istəyə bilər. Bəzi borc xərc məsələlər uzanıbsa da o məsələlər həll eləyəcəksiniz, ümidini qırmırsan, biriləri həsrətlə gözləyir səni, amma zamanı var. Səni üzən kimlər varsa, inanın nə qədər üzdülərsə, o qədər üzüləcəklər. Bəziniz reklam işləri ilə irəliyə doğru gedirsiniz, qazanc əldə eləyirsiniz. Gözəl reklamlarınız ola biləcək bu həftə, yəni çox işlər, sizə təkliflər gələ biləcək reklam işlərində. Çətinlikləri bildirmirsən çox vaxt heç kimə, bəzən inadda olursan. Bəlkə də sənin qarşı tərəf sənə qarşı bir inad edə bilər. Ya dostun, ya övladın, ya sevdiyin də sənə qarşı inad edə bilər. Birdən-birə, yəni o insanı sevdiyindən qopa bilmirsən. Karyeranla əlaqəli bir dəyişim, bir fürsət ola biləcək. İkili sevgidə biraz səbirsizlik ola biləcək. İdmanla bir aralar məşğul oldun, ara verdin. Yenə idmanla məşğul ola bilərsən, amma biraz ağırlıqda, kiçik qəzalara da diqqət et əziz Qoç. Əngəl olan bir məsələdə bax bir yol açıqlığı ola biləcək. Çalış eqolu hərəkət etmə, yoxsa itirərsən. Riski bu həftə alma, çox düşün, hərəkətlisənsə də çox düşüncəli ol ginən. Yorğunsan, arxa planda düşündüklərin var, özünlə ilgili məsələlər, zehnində gözəl hərəkət edən, yəni bəzi məsələlər var, keçmişin yaralarını özün sarıyacaqsan, bir hədiyyə gələ bilər, başqa ölkədən sənə bir təklif gələ bilər, bəlkə də sevdiyin bir insan ola bilər, yaxın bir insanın ola bilər, maddiyyatla da sənə dəstək ola bilər. Bir şeylərə beynini, yəni bir şeylərlə elə bir beynini yorursan əzizim. Bax, getdiyin yerdə elə bir izlər qoyursan, hara gedirsənsə diqqət çəkirsən, çəkilirsən elə bir. Bax, bir alovdur. Bu sizin Qoç bürcünün enerjisidir. Elə bir yanırsınız. Həmişə isidirsiniz, aydınlaşdırırsınız. Bu həftə o alovun yanında kiçik bir şəkil də göründü əzizim. Bu elə bir şəkil, bu bir sudur elə. Bu suda odu söndürür. Bunu hamı bilir. Amma doğru miqdarda su, elə bir odu biraz gücləndirir. Buxar yaradır, güc yaradır. Bu həftə də həyatınızda bir şey var ki, ateşinizi gücləndirəcəksiniz. Kim nədir? Axıra qədər elə bir ki, bəzi insanların sizə qarşı olduğunu axıra kimi baxıb nəzərdən keçirəcəksiniz. Bu həftə bəziləriniz rahatlıqla kilonuzu verə biləcəksiniz. Onun bunun dərdini çəkməkdən yoruldum deyərək bəsdir. Yaşama enerji gələcək sənə, edə bilmədiklərini edəcəksən, mübahisələrdən uzaq durmaq istəyəcəksən.
Sakitliyini çalış, qoru bu həftə. Rəqabət edənlər ola biləcək. Düşün, sonra cavabını ver. Kontrol altında tutduğun bəzi məsələlər, sinirli, öfkənə hakim ol ginən. Gözəllik içində bəziləri gözəllik içində elə bir özünü cəhənnəmdə yaşamış kimi hiss edə bilərlər. Bu da sizə qarşı olunan neqativlərdəndir əzizim. Sizin düşməyinizi istəyən düşməniniz var. 10-15 günə bir şeylər başaracaqsan. Biriləri haqqında da bir şey eşidib şok ola bilərsən. Bir şeyi çözməyin lazım olacaq. Gülə-gülə gedib bax bir yerə birinlə, ya sevdiyin insanla və ya özün gülə-gülə bir yerə gedirsən, amma təzədən geri qayıdırsınız, mübahisə ilə geri qayıdırsınız. Ona görə ki, nəzərlənirsiniz əzizim. Y hərfi sizin elə bir beyninizdə də düşünürsünüz, o insanla əlaqəli çox şeyi atlatdın, qorundun, elə bir şeydən keçdin, elə bir ilahi ədalət səni qorudu, elə bir. Səni bir xəstəyə baxmağa çağıra bilərlər, gedib getməmək səndən asılı ola biləcək, güvən istəyirsən, İşləri yavaş-yavaş get-gedə böyütmək istəyəcəksən, içində rahatlıq ola biləcək. Bir şeyləri söyləyərək ürəyinə oturacaq söylədiyin sözlər, duyğusallığını artıracaqsan. 2 nəfər səni elə bir ən ağır bir duyğusallıqdan çıxara biləcək fədakarlığınla. Bəzən fədakarlıq edirsən, bəzən də görməməzlikdən gəlirsən bəzi insanlara. Mal, mülk sahibi olacaqsan. Ailə bir yığıntısı, toplantısı da ola bilər. Bax, uzun müddətdir təxirə salmış bir məsələ. Qərar verməkdə düzdür, güclü bürcdənsiniz, amma bu qərarda biraz tərəddüd var elə bir. Niyə tərəddüd edirsiniz? Bax, çünki bu qərar sadəcə sizi deyil, başqasını da təsir edir. Bunu bilirsiniz. Buna görə də durmusunuz elə bir. Qərar verə bilmirsiniz. Amma bu həftə qərarı verəcəksiniz. Bir yol var. Həftənin sonunda başlayan yeni bir dövrün simvoludur. 19-unda Günəş Buğa bürcünə keçir əzizim. Bu da o deməkdir ki, Günəş mövsümün sonudur. Siz bunu hiss edirsiniz. Sanki bir enerjiniz azalır. Sanki bir şey bitmək üzrədir. Amma mən deyərdim ki, fincanda bitən şeyin sonu deyil. Yeni bir dövrün başlanğıcı fincandan çıxır. O işıq yoludur. O yeni bir dövrün yoludur sizlər üçün əziz Qoç. Bax, bir toxum, sizin bu həftə əkdiyiniz bir şeyin simvoludur toxum. Bəlkə də bir söz, bəlkə də bir hərəkət, bəlkə də bir qərar. Bu həftə elə bir yəni atdığınız toxum torpaqda cücərməyini tez istəyirsiniz, amma dərhal bu cücərmir. Biraz zaman lazımdır. Zamanla bu cücərməyə başlayacaq əzizim. Əkdiklərinizə də diqqət edin. Yaxşı toxum əkin çalışın əzizim. Bəzən nə əkdiyinə də baxmırsan sən Qoç əzizim. Bax, burada güzgü çıxdı, güzgü şəkli. Siz hər şeyi baxırsınız. İrəliyə, yana, hədəfə baxırsınız. Amma güzgüyə baxmırsınız. Özünüzə baxmırsınız demək. Nə hiss etdiyinizi, nə istədiyinizi, nə etdiyinizi siz nə hissinə bu yollar gətirdiyini bəzən hiss eləmirsiniz. Bu dəfə yalnız özünüzə baxmaq istəyəcəksiniz. Bax, güzgü budur ki, özünüzlə baş-başa qalacaqsınız. Sizi saxlayan bir şeyin bu həftə son tapmasının simvolu olacaq. Bir düşüncə, bir qorxu, bir insan, bir vərdiş. Bu həftə bəzi zəncirlər qırıla biləcək. Yəni, ağırlıqdan çıxa biləcəksiniz. Bax, kainat elə bir sizin arxanızdadır əzizim. Gözlənilmədən, planlanmadan bir şeylər xeyrinizə işləyəcək. Bax, bir yerdən bir işıq gələcək sizə. Gələcəyiniz də, hətta deyərdim ki, siz öz gələcəyinizi düşünürsünüz. Bəzən keçmişlə gələcək arasında qalırsınız. Bax, bu həftə hər bir şeyi çalış ki, sakit qarşıla əzizim. Çünki Oğlaq bürcünün sabit enerjisi gəlir artıq. Bu siz üçün bir sakitlik dövrüdür. Tələsmə. Biraz düşüngünən. Çünki möhkəm etibarlı bir körpü. İki sahil elə bir birləşir. Bir bağlantı qurulur. Bəlkə də köhnə bir münasibət yenilənə biləcək. Bəlkə də yeni bir insanla dərin bir tanışlığınız ola biləcək. Bəlkə də özünüzlə bir barış. Yəni özünüzü çox bu həftə özünüzlə danışacaqsınız, düşünəcəksiniz. Gözlənilmədən bir şey gələcək, hədiyyə gələcək sizə. Bir maddiyyatla bir fürsət açılacaq siz üçün.
Aniden bir qapı açılacaq siz üçün əziz Qoç. Bir şeylər də həyatınızdan çıxara bilərsiniz. Bəlkə də bir vərdişi çıxaracaqsınız, atmaq istəyəcəksiniz. Bir boşluqdan da qorxmayın. Çünki o boşluq tezliklə dolacaq. Yeni bir şeylə, daha gözəl bir şeylə dolacaq əzizim. Bir şeyler başlayıp bir şeyleri tamamlayacaqsınız. Çünkü bak ortada dayanmışsınız. Sizin yarımçıq qalan işiniz davam etdirəcəksiniz. Düzdür, hamını bitirə bilmirsiniz. Çox beyniniz, zehniniz də doludur. Övladla mı, ailən haqqında çox düşünürsünüz, çox ürəyinizə salmısınız bəzi şeyləri. Bəlkə də övladınız bax üzük çıxdı burada. Bəlkə də nişanlamaq istəyirsiniz. Bəlkə də onun evi haqqında, həyatı haqqında düşünürsünüz. İnşallah ki bunlar zamanla yavaş-yavaş öz yolunu tapacaq əzizim. Birilərinə, kiməsə birilərinə bir şey söyləmək istəyirsiniz. Uzun müddətdir içinizdə saxlamısınız. Bəlkə də qorxusunuz, onu çıxartmırsınız. Bəlkə də vaxt tapmırsınız. Ona görə deyə bilmirsiniz. Amma söyləmədiyiniz artıq bu söylənəcək. Artıq bu söz içinizdə qalmayacaq əzizim. Keçmişdə biriləri sizi çox incitdi. Artıq heç kimi sizi incitməyinə izin verməyəcəksiniz. Heç vaxt da istəmirsən artıq bu bənzər bir həyatı yaşayasan. Arzuların var, hədəfinə doğru gedirsən, hətta niyyətləmirsən, nəzirmi, qurbanmı demirsən əzizim, çalışın onu vaxtında edin. Ətrafınız yaxşı insanlarla ola biləcək, qorunursunuz, ilahi ədalət sizə tərəfdir əzizim. Biriləri elə bir sizə tərəf yaxınlaşmaq istəyəcək bu həftə. Amma fərqli bir niyyətlə də gələ bilər. Yeni biriləri də ola bilər əzizim. Bu enerji biraz sizi maraqlandıracaq. 22-sində romantik bir mistik anlar başlaya bilər. Bu vaxta bax əzizim, qırmızı şam siz üçün çox gözəl gəlir. Bax 22-sində qırmızı şamı yandır, dur, o da oduna baxaraq belə oduna baxırsan diqqətlə qarşına qoyaraq kiçik bir gözün qarşısına, yəni bir kölgə gətir, bir gözəl düşünərək gözəl cümlələri deyirən ki, o cümlələr sənin açarın ola bilər. Yəni mən sevgiyə açığam de. Yəni şama baxaraq o divarı bir anlıq aralayaram. Gəlmək istəyən gəlsin. Mən hazıram. Yəni bunu 3 dəfə təkrarlayın. İnanın ki, nə qədər bir dəyişiklik ola biləcək. Bu həftə biraz diqqətli olun. Yəni biraz bəzi fərqlilikləri də görəcəksiniz həyatınızda. Qoç bürcü sevgidə şimşək kimidir. Ani gəlir, güclü vurur. Amma şimşək həm işıqlandırır, həm yandıra bilir. Bu həftə işıqlandırıb yandırmayın, çalışın. Yəni işığınız parlaq ola biləcək. Biraz nəyəsə əsəbləşə də bilərsiniz. Biraz ona da diqqət edin. Bu münasibətlərdə də bəzi tarazlıqlar ola biləcək. Bu həftə bir söhbət edəcəksən, amma o söhbəti başlamazdan əvvəl özünüzdən soruşacaqsınız. Mən bu münasibətdə tam dürüstəm, özümə qarşı dürüstəmmi? Çünki Qoç bürcü bəzən münasibətdə haqsız olduğunu görmür. Yəni bəzən əziz Qoç, inciməyin, mən sizi çox istəyirəm, evimdə də Qoç var əzizim. Amma bəzən haqsız olduğunu görə bilmirsiniz, çünki öfkəli olanda görə bilmirsiniz. Çünki siz sürətsiz, siz hərəkətsiz. Siz çünki özünüz haqqı düşünürsünüz. Biraz ortağınız tərəfindən aranızda bəzi ya da dost tərəfindən biraz aranızda inciklik ola bilər. Gələcəyə də doğru çox hərəkətli olacaqsınız. Bax, paxıllarınız var, gizli düşmənləriniz bu həftə ayıqdır. Yarım qalan işlərinizi tamamlayın. Düzdür, tamamlanmayan ağır işləriniz də var, amma siz yenə də davam edəcəksiniz. Çünki siz bu dünyanın ən canlı enerjisi, ən cəsur insanlardan birisiniz. Siz hərəkət etdikcə siz işıqlandırırsınız. Amma 25-də, bax 25-də düşmənin tam aktiv ayıq olacaq. Bəlkə də bunu siz hiss edirsiniz, çünki sizin 6-cı hissiniz açıq oyaqdır, həm də çox dərindən hiss edirsiniz. Ən mühüm işlər, ən güclü söhbətlərdir. Ən önəmli qərarlar da günlə, yəni o günə planlayın hər bir işinizi əzizim.
Ortağınız varsa ortağınıza bu həftə yaxın olun. Həm fiziki, həm emosional yaxınlıq edin. Bu sizi gücləndirəcək əzizim. Biraz da tez nəzərlənirsiniz, tez sizdən danışanlar ola biləcək. Biraz paxıllarınıza da fikir verin. Övladınızla da aranızda bəzi ciddi söhbətlər ola bilər, övladınız varsa. Yox, teksinizsə gözəl bir insanla rastlaşa bilərsiniz. Özünüzü, yəni ailəyə bəzən qurban edirsiniz, bəzən özünüzü unudursunuz, qazanc dalınca gedirsiniz, öz sağlığınızı qorumursunuz. Bax, boğaz, burun, qulaq, bax, çox həssas yerlərinizdə əziz qoç. Ona görə bir də ürək. Biraz özünüzə diqqət edin. Əsəbləşməyin. Bu həftə çalışın, sakit olun, tələsməyin. Düzdür, bəzən fərqli davranmaq istəyirsən. Bəzən özünü hamıdan üstün sayırsan. Bəzi gələn sözlərə paxıl olan insanların sözlərinə allanma, çalışın. Həqiqətən siz qoçlar bir yerə gedəndə orada hər bir hava dəyişir, hava dəyişir, otağın hətta havası dəyişir. Siz danışanda insanlar dinləyir, siz gülümsəyəndə ətrafınızda canlanma gedir. Çünki siz günəş bürcünün enerjisisiniz. Çünki bu vaxtı da sizin enerjiniz zirvəyə də qalxa bilər. Çalışın, özünüzü qoruyun. Biriləri sizi kiçiltmək, incitmək istəyir, amma onu bacarmayacaq. Çünki siz lidersiniz. Çünki xüsusiyyətinizə görə siz lider kimi görünürsünüz. Bəzi insanlar sizin arxanızca gələ bilər. Hamı dinləyə bilər sizə. Bəzi də paxıllıq eləyirlər ki, hamı niyə bu qoçu çox istəyir? Bax, belə bir paxıllar da var. Amma inşallah ki, siz səbr etdikcə, yavaş-yavaş rozunuz gəldikcə irəliyə doğru gedəcəksiniz. Bəzən qapanırsınız, bəzən öz başınıza hirslənirsiniz. Biraz sinirinizə diqqət edin. Anidən hər bir şey sinirlənməyin, balaca bir şeyi də böyütməyin. Diqqətinizə görə var olun, sağ olun.